Mən də bütün xalqımızı bu gözəl Novruz bayramı münasibəti ilə, İlaxır Sərşənbə münasibəti ilə Kiçik Dəynəkənd Yarışnaslıq Klubu adından təbrik edirəm. Burada tədbirdə iştirak edənlərin hər birinə öncədən təşəkkür edirəm. Bayramınız mübarək olsun. Hamının bayramını təbrik edirik. Novruz bayramı bolluk, bərəkət bayramıdır. Arzumuz budur ki, kəndimizdə bolluk olsun. Kənarda olan uşaqların da hamısının bayramını təbrik edirik. Körpələrin də bayramını təbrik edirik. Arzumuz budur ki, növbəti ildə sülh, sakitlik olsun. Hamı bir loxma ruzisini qazanıb evini gətirə bilsin. Amin. Amin. Bayramını təbrik. Biz də dilən tədbirlərə qoşuyoruz. Hamı bayramını təbrik edirik. Hər bir millətimizə, dövlətimizə sayası düşsün. Amin. Sülh olsun, əmin-amanlıq olsun. Amin. Bu bahar bayramında ağaçların çiçəklənməsi, həyatın oyanması, yerin oyanması kimi həyata keçməyən insanların arzuları oyansın, həyata keçsin. Amin. Əmin-amanlıq olsun. Bir daha bayramı var. Bayramını təbrik edirik. Mən də qarşıdan gələn Novruz bayramını təbrik edirəm. Hamı sülh, əmin-amanlıq içində yaşasın. Amin. Mən də təbrik. Biz də qoşuluq bütün təbriklərə. Azərbaycan xalqının gözəl günü gəlir qarşıdan. Bu münasibətlə, bahar bayramı münasibəti ilə bütün Azərbaycan xalqını, yəni Kiçik Dəhnək xalqını təbrik edirik. Allah can sağlığı versin, bolluq yaransın, ruzu bərəkət olsun, Azərbaycanımızda sülh, əmin-amanlıq olsun. Allah bütün hamının dərdini, qəmini köhnə illərdə qoysun. Hamımızın İlaxır Çərşənbəsi mübarək olsun. Bizim cemaatimizin zəhmətkeş cemaatdır. Bu bayramı keçirməyə, bütün bayramları keçirməyə daha çox mənəvi haqqı var. Daşdan çörəyini çıxardan cemaatdır. Var olsun bu cemaatı. Bayramlar da mübarək olsun. Amin. Amin. Salam hörmətli bayram iştirakçıları. Xalqımızın milli adət ənənələrini özündə əks etdirən, xalqın inamından, etiqadından yaranan və bu günümüzə qədər qorunub saxlanılan Novruz bayramı yurdumuza qədəm qoymaqdadır. Bu bayram şənliyini açıq elan edirəm.
Vətən müharibəsində dəmir yumruq ətrafında birləşərək öz əzm və iradəsini göstərən xalqımız Novruz bayramını qələbə ruhu ilə qeyd edir. Qələbəni bizə qazandıran, Azərbaycan torpaqlarının bütövlüyü naminə canından keçən, bu günümüzü yaşadan, gələcəyimizi qoruyan şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edək. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Allah ordumuzu qorusun. Novruz gəlir, yaz gəlir, bir əlində saz gəlir, bir əlində xonçası, açıb gülün gönçəsi. Bülbülü avaz gəlir, Novruz gəlir, yaz gəlir, elimizə bahar gəlir. Bahar təravətli, niyaz nəfəsli, bayram həvəsli bir musiqi ilə bayram şənliyinə başlayırıq. Bayramınız mübarək. Əziz qonaqlar, bugün məclisimizə musiqici qonaqlarımız təşrif buyurublar. Gəlin sözü onlara verək. Oxuyur Ömər Bəkirli. İlk öncə hər birinizi salamlayıram ürəkdən. Bütün dəhnə cəmaatına. Mən burada çox çörək yemişəm bütün ailələrlə. Var olsunlar. Ballarınızın yaxşı günü, toy düyünü qismət olsun hər birinizə. Bəli, gözəl gündür bugün. Gözəl bayramdır. Bir daha deyirəm, bayramımız mübarək olsun. Neçə belə əziz bayramlara çıxasınız. Yaz gəlmişdir güləcək, oyanacaq gül çiçəyi. Bərəkətli ay bahar, qədəmlə
başlanğıcı hesab etmiş, onu bolluq, bərəkət, firavanlıq kimi rəmizləşdirmişdir. Gəlin bu haqda danışmaq üçün sözü kənd ağsaqqalı, ədəbiyyat müəllimi Abbasov Yahya müəllimə verək. Qədim insanlar bir ili 4 fəslə bölüblər. Bunu folklorda, şifahi xalq ədəbiyyatında kodlaşdırıblar. Deyir, üçü bizə yağıdır, üçü cənnət bağıdır, üçü yığıb gətirir, üçü vurub dağıdır. Bizə yağı olan yağı düşməndir, yağı olan qışdır. O yırtıcıdır, dağıdır, qurtarır, bitirmir. Yaz cənnət bağıdır, doğrudan da yaz cənnətdir. Yay 3 ay yığıb gətirir, payız 3 ay səmum yeli vurub dağıdır. Çox gözəl kodlaşdırmadır. Qədim insanlar qurdu canavarı qışa bənzədiblər, çünki yırtıcıdır. Yazı keçiyə. Bütün dünya xalqlarında keçi yazın rəmzidir, çünki bərəkətdir. Atalar deyir ki, nə vaxt kasıblığa düşdün, arpa keçi saxla. Keçi bərəkət rəmzidir. Onu yazın 3 ayı var. Keçiyle 3 balası var. Şəngülüm, şüngülüm, məngülüm. Onu gör ne güzel kodlaştırıp xalq. Şəngülümlə şüngülümü qurt yiyir. Yəni qış təslim olmaq istəmir. Məngülüm qalır. Məngülüm anasının köməkliyi ilə o ikisini də balaların qurtarır qurdun qanundan. Çıxardır. Yəni yaza çıxır. Yaz qalib gəlir. Qədim təsəvvürlərə görə göy kişidir, ərdir, yer qadındır, anadır. Göy yağışı ilə və günəşi ilə yeri mayalandırır, yerdə bitirir, yetirir. Ona görə də heç vaxt yerə, torpağa ata torpaq demirik, ana torpaq deyirik, ana vətən deyirik. Qədimdə belə bir mifik təfəkkür olub ki, ağır ayaqlı olanda qadın hamilə vaxtı şoka düşəndə doğum zamanı nağara çalarlarmış. O nağaranın bir üzü qurd dərisindən, bir üzü keçi dərisindən olarmış. Qurd dərisi tərəfini vuranda hal anası ananı apararmış. Keçi tərəfə vuranda aylar, yəni yenə də yazın rəmzidir. Yaza çıxır, təzəlik gəlir və yükünü yerə qoyarmış. Bu təsəvvürlər hamısı kodlaşdırılıb. Deməli, yazı gör, balaca bir balaca bayatı da dölü folklor nümunəsidir. Deyir ki, mənim Kosa adlı bizim bir mərasim var. Deyir, mənim kosam canlıdır, qolları mərcanlıdır, kosama əl vurmayın, kosam 2 canlıdır. Nətər 2 canlıdır? Yəni qışdan yaz doğulur. Yaz qışın içindən çıxır. Ona görə 2 canlıdır. Həm də təsəvvürə baxın, kosama əl vurmayın, yəni incitməyin. Qoy o hamilə, yazı hamilədir, onu nöqsansız, qüsursuz doğsun. Yəni bərəkətli gəlsin, gözəl gəlsin. Tərpətməyin onu, incitməyin. Belə təsəvvürlər. Sonra keçən Novruzda mən demişdim, şey var, böyük Danmarka yazısı Hans Christian Andersen 10 ilin əhvalatı adlı bir hekayəsi var. Nağıl hekayədir. Deyir, sərçələr ayın 31-i dekabrın yığılıb analarına deyirlər, ana, indi sabah yeni il gəlir da, deyir, balalarım, sabah yeni il gəlir. Deyir, onda bizə bolluca dən, həm də istilik, deyir, əlbəttə ki, sabahı yeni ildir. Gecəni bitəri dözürlər, səhər durub görürlər, heç nə yoxdur. Dünənki təkrardır. Deyirlər, ana, bəs nə oldu? Deyir, hə, balalarım, yəqin, biz şəhərdə yaşayırıq, yaz. Kəndə tez gəlir, uçub gedən kəndə. Gedib görürlər, kənddə də həmən vəziyyət. Eyni ilə. Deyirlər, bə nə oldu? Ana, bizi allatmısan. Deyir,
Ay balalarım, size ben anlatmamışam. Bu takvimi kuran adamlar anladım sizi. Yani Yalçın dediydi ki, asıl yeni il, bak üzümüze gelendi. Bu yenildi, asıl yenil. Yenil oradan başlamalıdır. Bir neçə dəfə Beynəlxalq Zaman və Etalonlar Komitəsində bu məsələni qaldırıblar ki, UNESCO-nun tərkibindədir. Qaldırıblar ki, dünya ümumiyyətlə yeni ili yazda keçirməlidir. Novruzdan. Yeni il onda başlamalıdır. İndi belə durur da müzakirələr gedir, durur. Yəni yazısı demək istəyir ki, özdə Hristiyan yazısıdır. Demək istəyir ki, əsl yeni il Şərqin keçirdiyidir, Avropanın yox. Bu günlərin təbii ki, özdə iqlimə də baxın, havaya da baxın. O əsl Novruz deyil. Bədəndə qan təzələnir, hər yer güvərməyə başlayır. İnsanların əhval-ruhiyyəsində də bu proses gedir və xalq bunu əbədi belə. Mən bu günlərin cəmaatımızı, bütün xalqımızı, o cümlədən bu zəhmətkeş cəmaatı bugün münasibətlə təbrik edirəm. Qonaqlarımıza da xoş gəldin deyirəm. Hamınız sağ olun, var olun, iliniz də bərəkətli olsun. Sovet hakimiyyəti dövründə Novruz bayramının kütləvi keçirilməsinə qadağa qoyulsa da, xalq öz mənəvi, estetik dəyərini itirmədi. 1991-ci ildə Novruz bayramının milli bayram kimi keçirilməsi dövlət tərəfindən rəsmiləşdirildi. Azərbaycan xalqı bu bayramı əhval-ruhiyyə ilə qarşılayır. Biz də bu əhval-ruhiyyə ilə gözəl qızımız Türkanın ifasında Uzundərə rəqsinə tamaşa edək. Gəlin indi sözü kəndimizin ağsaqqalı Ramiz doktora verək. Hörmətli tədbir iştirakçıları, hörmətli qonaqlar, mən də kənd siyahları, ağsaqqalları adından hamınızın bahar bayramını təbrik edirəm. Sizə uzun ömür, can sağlığı arzulayıram.
Şimdi bahar nəfəsli yaz gəlib görüşümüzə. Baharın ən gözəl rəmizlərindən biri olan Bahar qızı meydana dəvət edirik. Bahar çiçəkliyəm başdan ayağa. Ən gözəl qızıyam mən təbiətin. Xoşbəxt yaranmışam, xoşbəxtə zədə. Gözünün oduyam mən təbiətin. Ən gözəl qızıyam mən təbiətin. Salam əziz qonaqlar. Novruz bayramı bizim ən gözəl, ən müqəddəs milli bayramlarımızdan biridir. Novruz yeni gün, yeni ruzi deməkdir. Arzu edirəm ki, hər günümüz sevinclə dolsun. Novruz bayramınız mübarək olsun. Xoş gəlmisən ölkəmizə. Qədəmlərin düşəri olsun elimizə, obamıza. Buyur keç uşaqların yanına əyləş. Əziz qonaqlar, gəlin indi də məktəblərin hazırladığı bir səhnəyə tamaşa edək. Nənə, Kosa və Keçən nə üçündür? Mənim gözəl, göyçək nəvəm. Kosa və Keçən Novruzun atributlarıdır, rəmizlərdir. Nənə, bəs papaq atmaq nə deməkdir? Mənim sevimli nəvəm, papaq atmaq o deməkdir ki, sən kiminsə evinə papaq atırsan, o adam sənin papağını boş qaytarmalı deyil. Nənəcan, bəs nə üçün qulaq asmaq var? Mənim güləriz nəvəm, qulaq asmaq o deməkdir ki, sən ürəyində bir arzu tutursan, sənin arzun sonra gedib kiminsə qapısını dinləyirsən. Onlar əgər yaxşı söz danışırsa, arzunu yerinə yetəcək. Yox, yaxşı söz danışmırsa, arzun yerinə yetməyəcək. Nənəcan, bəs ot tonqal nə üçündür? Mənim güləriz nəvəm, ot tonqal o deməkdir ki, sən odun üstəndən hoppanırsan, orada ağırlığın, uğurluğun keçir gedir. İndi isə gəlin nənə haqqında dediyiniz haqqışdaları dinləyin. Söz deməyə gəlmişik. Haqışda, Rəqs etməyə gəlmişik. haqışda, Biz məktəbin qızları haqışda, Haqışda deməyə gəlmişik. haqışda, İp yumağın səridir. haqışda, Təri zəhmət təridir. haqışda, Havaya isti gəldi. haqışda, Suyun buzu əridi. haqışda, oradan axan axdımı, haqışda, özündə duvaqdımı, haqışda, Novruz gəldi yetişdi, haqışda, ayrı duran vaxtımı, haqışda, Mən aşıq qoşa gəldim. haqışda, Oxudu
Alkışla. Tongalı odu oldu. Alkışla. Gönçe idim gül oldu. Alkışla. Boy attım sümbül oldu. Alkışla. Bir dil bilmez kuş idim. Alkışla. Okudum bülbül oldu. Alkışla. Mən aşiq ahar oldu. Alkışla. Səhər yox nahar oldu. Alkışla. Qışın əhdini kəsən. Alkışla. Çiçəkli bahar oldu. Alkışla. Kəsəndi xoruz banı. Alkışla. Açıldı süpün danı. Alkışla. Elin yaz fəsli gəldi. Alkışla. Qızdı torpağın canı. Alkışla. Mən aşiqəm üzülər. Alkışla. Qara gözlər süzülər. Alkışla. Novruzun süfrəsinə. Alkışla. Yeddi neymət düzülər. Alkışla. Mən aşiqəm deyərlər. Alkışla. Qadam üstə yeyərlər. Alkışla. Novruz günü adamlar. Alkışla. Təzə paltar geyərlər. Alkışla. Novruz bayram günüdür. Alkışla. Qapıya papaq düşər. Alkışla. Papağı boş qaytarsan. Alkışla. Dostlarım məndən küsər. Alkışla. Beldən açdım qəməni. Alkışla. Suladım bağ çəməni. Alkışla. Novruzun nişanəsi. Alkışla. Səmənidir səməni. Alkışla. Mən aşiqəm ayazdı. Alkışla. Qış dərtlidir, nasazdı. Alkışla. Onu bu dərdlər salan. Alkışla. Qarşıdan gələn yazdı. Alkışla. Mən aşiqəm alışam. Alkışla. Zəhmət çəkər çalışam. Alkışla. Novruz günü gələndə. Alkışla. Küsülülər barışar. Alkışla. Uca dağın daşı var. Alkışla. Ətəyində daşı var. Alkışla. Novruzun süfrəsində. Alkışla. Zəfəranlı aşı var. Alkışla. Mən aşiqəm gün gəlir. Alkışla. Ay dolanır gün gəlir. Alkışla. Gözümüz aydın olsun. Alkışla. Ay qızlar Novruz gəlir. Alkışla. Dəyirmanda dən oldu. Alkışla. Kef danağı şən oldu. Alkışla. Novruz bayramı gəldi. Alkışla. Gecə gündüz tən oldu. Alkışla. Atı çapdım. Pilovla. Açına qaçdı. Balıq tutdum pilovla. Alkışla. Açdım bayram süfrəsi. Alkışla. Bayram keçdi pilovla. Alkışla. Mən aşiqəm halı var. Alkışla. Dəymişi var, kalı var. Alkışla. Novruzda uşaqların. Alkışla. Hamıdan çox payı var. Alkışla. Bu şeirdi, qəzəldi. Alkışla. Solub düşən xəzəldi. Alkışla. Çərşənbələrin ilki. Alkışla. Yalançıdır, əzəldi. Alkışla. Əziz bayram iştirakçıları, bugün məclisimizə musiqici qonağımız təşrif buyurur. Oxuyur Elnur Sadıqov. Təşəkkür edirəm. Hər vaxtınız xeyir olsun. Hər birinizin bahar bayramını, Novruz bayramını səmimi qəlbdən təbrik edirəm. Qoy bu bahar, bu Novruz elimizə, obamıza gözəlliklər gətirsin. Hər birinizin arzuları çiçək açsın, gül açsın. Allah sizləri qorusun. Allah dövlətimizi, millətimizi qorusun. Var olasınız. Bir daha təşəkkür edirik. Bayramımız mübarək olsun. Buyurun. bahar gelir, en şirin, en güzel arzular gelir. Bu güzel yurduma ilkbahar gelir,
güzel arzular gelir. Təbiət elində qonşalar gelir. Novruz bayramınız mübarək olsun. Təbiət elində qonşalar gelir. Bahar bayramınız mübarək olsun. Mübarək olsun, mübarək olsun. Aziz bayramınız mübarək olsun. Mübarək olsun, mübarək olsun. Bahar bayramınız mübarək olsun. Səmənin düzülüb indi hər yana, xoş ətri yayılır bu şirin cana. Səmənin düzülüb indi hər yana, xoş ətri yayılır bu şirin cana. Bahar xoş gəlibdir Azərbaycana. Bahar bayramınız mübarək olsun. Novruz xoş gəlibdir Azərbaycana. Novruz bayramınız mübarək olsun. Mübarək olsun, mübarək olsun. Bahar bayramınız mübarək olsun. Mübarək olsun, mübarək olsun. Novruz bayramınız mübarək olsun. Şehir Novruz bayramı, elimli numanın güzel bayramı. Bayramlar beşehir Novruz bayramı, elimli numanın aziz bayramı. Kaydessin yüreğden kaydessin hava, Novruz bayramınız mübarek olsun. Kaydessin yüreğden kaydessin hava, bahar bayramınız mübarek olsun. Mübarek olsun, mübarek olsun. Novruz bayramınız mübarek olsun. Mübarek olsun, mübarek olsun. Aziz bayramınız mübarek olsun. Səmənin düzülüb indi hər yana, xoş ətri yayılır bu şirin cana. Səmənin düzülüb indi hər yana, xoş ətri yayılır bu şirin cana. Bahar xoş gəlibdir Azərbaycana. Bahar bayramınız mübarək olsun. Novruz xoş gəlibdir Azərbaycana. Novruz bayramınız mübarək olsun. Mübarək olsun, mübarək olsun. Novruz bayramınız mübarək olsun. Mübarək olsun, mübarək olsun. Bahar bayramınız mübarək olsun. Mübarək olsun, mübarək olsun. Aziz bayramınız mübarək olsun. Mübarək olsun, mübarək olsun. Aziz bayramınız mübarək olsun. Bir daha təşəkkür edirik. Hər birinizin bayram mübarək olsun. Var olasınız. İndi isə sözü icra nümayəndəsi Ayaz Əliyevə veririk. Sağam kəndin yarısı. Hörmətli kənd cəmaatı, hörmətli qonaqlar, hər birinizi salamlayıram. Sevgi ilə, məhəbbətlə, hörmətlə, sevgi ilə bizi salamlayıram. Hər birinizin bayramını təbrik edirəm. Bu bayram günündə hər birinizə xoş arzulayıram. Dünyamız salamatçılıq olsun, sülh olsun, əmin-amanlıq olsun. Dövlət və dövlətçiliyimiz belə gözəl günlərdir. Daim bizə qayğı ilə yanaşdığı kimi, indən sonra hər birimizin qayğısını çəkərək dövlətimiz, hər birimizin qayğısını çəkdiyi kimi, hər birimizin qayğısını çəkərək, belə əmin-amanlığı bizə bəxş etdiyinə görə dövlət başçımıza, Cənab İlham Əliyevə öz salamlarımızı, bayramını təbrik edirik, hər birimiz adını. Bütün hər birinizi, mən də bütün insanlara hər birinizi bayramı yerinə təbrik edirəm.
Əziz qonaqlarımız, gəlin qızlarımızın hazırladığı yaylıq rəqsinə tamaşa edək. Bu bayramda gəlin, yox, çox kiçiklər sevinir. Gəlin biz də onlardan dinləyək. Süfrədə düzüm, ləbləbi xurma üzüm, pulovda qalıb gözüm, Novruz kələ, Novruz gəl. Sənsən parlayan ulduz, keçər kösa bahar qız, gəl qoyma bizi yalqız, Novruz gələ, Novruz gəl. Novruz gəlir yurduma, yer göy necə şad olur, küskün düşən ürəklər, könüllər abad olur. Yaşıllaşıb yenə də təbiət cuşa gəlib, nə xoşdur vətənimə, bayramlar qoşa gəlib. İlaxır çərşənbənin bir başqadır Mövlanı, sanki dünyadan gəlir onun səsi, sorağı. Sağ olun. Söz yenə musiqinin təşrif buyurur Sadiq Hüseynov. Çox sağ olun. Mən də bütün tədbir iştirakçılarını salamlayıram. Bayramınız mübarək olsun. Qoy bu inşallah bu Novruz xalqımıza, elimizə, obamıza düşərli olsun. İştirak edən bütün qonaqlara mən təşəkkür edirəm. İnşallah sonda bir daha bir adlarını çəkib təşəkkür eləyəsiyəm. Hər birdə minnətdaram. Bir musiqi də inşallah mən oxuyum inşallah. Azad müəllim, buyur. Bir daha bayramınız mübarək olsun. Allah Azərbaycanımızı qorusun. Gelin bir gelene canımızda bağlı
torpaq. Yaşa, yaşa, yaşa mənim xalqım. Yaşa, yaşa, yaşa Azərbaycan. Heç olsun. Ölsə ya da eğilməz, düşsə dara çətinə, bu büqarlı xalqımın qurbanam qeyrətinə. Ölsə ya da eğilməz, düşsə dara çətinə, bu büqarlı xalqımın qurbanam qeyrətinə. Azərbaycan eğilməz, Azərbaycan bölünməz, bir kərə qalxan bayraq, bir daha yerə enməz. Gəl bacım, gəl qardaşım, bir ala yumruq ola, sinəsi dağlanmasın, bölünməsin bu torpaq. Yaşa, yaşa, yaşa mənim xalqım. Yaşa, yaşa, yaşa Azərbaycan. Eşq olsun, bayramın mübarək olsun. Allah elinizi korusun. Yaşa, yaşa, yaşa mənim xalqım. Yaşa, yaşa, yaşa Azərbaycan. Sözü kəndimizin baş həkimi Asif İsmailova veririk. Hamımızın yeni ilimizdə bizim Mart bayramı olsa da, Novruz bayramı olsa da bizim yeni münasibəti ilə can sağlığı, ruzi bərəkət arzulayıram hamıya. Sağ ol, sağ ol. Çıxış edir Xədicə Babayeva. Gün gölkəmdir.
şəhid atası Oruç Zayeverik. Hər birinizi salamlayıram. Qarşıdan gələn Novruz bayramı münasibətilə bütün xalqımı, ən əsası doğulduğum kəndimi, insanların hamısını bayramı mübarək olsun. Elimizə, obamıza bu gözəl bayramımız həmişə xoşbəxtlik, uruzu bərəkat gətirsin, sülh gətirsin, əmnamanlıq gətirsin. Bir də elimizi, obamızı, ən əsası kəndimizi birgə çağırıram, birgə olaq. Bu ömür kısadır. Bu ömürdə gəlin bir-birimizi elə qarşılayaq ki, can ciyan can eşidək. Və mən bu elin, obanın gözəl adətidir. Bu bizə həmişə sülh, əmnamanlıq gətirir. Mən inanıram ki, bu gözəl gündə həmişə sülh olacaq, əmnamanlıq olacaq. Bu sülhü gətirən, burada əziyyəti çəkən bütün insanlara, burada təşkilatçılara çox sağ ol deyirəm. Və bizim bu günkü gündə, gözəl gündə bayram keçirməyimizin ən səbəbkarı olan şəhidlərimizə borçluyuq. Onlar bu torpağı, bu günü bizə yaşadıblar. Ondan ötürü bunların qanı tökülüb bu torpağa. Biz bunları daimi yad eləməliyik və onlara rəhmət diləməliyik. Allah onlara qəni rəhmət eləsin. Bugünkü gündə, əziz gündə onları heç vaxt yaddan çıxartmarıq və qazilərimizə can sağlığı, veteranlarımıza can sağlığı və bu dövlət başçımıza, Ali Başkomandan bizim böyük sərkərdəmizə can sağlığı, İlham Əliyev cənablarına, o bu sülhü yaradıb, bu əmanlığı yaradıb və biz həmişə onun arxasındayıq. Ona görə də hər birinizə can sağlığı, uzun ömür arzulayıram. Gələn qonaqlarımıza da çox sağ ol deyirəm. Bugünkü gündə əziyyət çəkmisiniz. Əziyyətiniz həmişə belə yaxşı günlərdə olsun. Allah sizi var eləsin. Hər bir Azərbaycan xalqını var eləsin. Sağ olun. Sən Elmir Zəfərlə Minə xanım Zəfərlinin ifasına bir saniyə tamaşa edək. ailəsinin ifasında bir musiqi dinləyək.
sözü muğam müsabiqəsində Respublika üzrə birinci yerə çıxan həmişə uğurları ilə bizi sevirən balaca elmimizə verilir. icra nümayəndəsinin müavini Seyran Mənəfov veririk. Mən də bugünkü gün münasibətilə hamını təbrik edirəm. Bugün doğrudan da gözəl gündür. Belə gözəl günlərimizə görə biz şəhidlərimizə, qazilərimizə, Ali Başkan komandanımıza minnətdar olmalıyıq həmişə. Sadiq, çox sağ ol. Bu işin təşkilində sənin böyük əziyyətin var. Mən burada iştirak edən musiqiçilərə, tədbir iştirakçılarının hamısına öz minnətdarlığımı bildirirəm. Novruz bayramı münasibətilə hamını təbrik edirəm. Hamının evində ruzi, bolluk, bərəkət olsun. Bir daha bayramımız mübarək. Çox sağ olun Seyran müəllim. Yahya müəllimin əlavəsi var idi. Yahya müəllim, buyur. Sadiq. Bayaq orada uşaqlar Kosa ilə keçənin adını çəkdilər. Sual verdilər ki, dedi ki, nənə, Kosa nədir, keçən nədir? O da koddur, o da dondurulmuş koddur. Xalqın mifik düşüncə tərzidir. Kosa qışdır. Kosanın üzündə tük olmur. Yoxdur, yəni bitirmir. Keçəl yazdır. Keçənin də başında yoxdur. Təpələrdə yoxdur bu dəqiqə ki, aranda başlayıb, orada hələ ki yoxdur. Bu qarşı durma bütün xalqları var, amma Azərbaycan xalqının Kosasının keçəli daha müqəddəs, daha doğrusu daha uludur. Bir Alman alimin tədqiqatına görə Novruzun ən qədim əlamətləri Azərbaycandadır.
ən qədim əlamətləri aza bilir. Çünki folklorda büsbütün kodlaşdırmağı bacarıb xalq. Sonra ədəbiyyatımızda bahar çox vəsf olunub. Üzü Nizami'dən büyüne kimi bahara şeir yazmayan şairimiz yoktur. Ben öz kendimizin güzel şeir ustadı, dostum, Koca Halid'in torpağa enəndə o nazlı nazlı, yaz ha yaz. Torpağa enəndə o nazlı nazlı, özüyle gör neler getirip geldi. Gələndə özüyle minbir avazlı büllür bulakları götürüp geldi. O hardan keçdisə yatan oyandı. Xəyalım yaşla ağla boyandı. Elə ki yarğanın üstə dayandı, daşdan da qızıl gül ədir gəldi. Deyir, yenə yazılıb. Dünənki tomurcuq, bugünkü çiçək, baharı duyuruq çayın səsindən. Bir durna qatarı, boyunbağı tək, asılıb buludun ağ sinəsindən. Çəmənlər, çiçəklər, yamyaşıl atlar, buzların qayadan əli üzülür, güneş kürəyini qızdırıb biraz, Sətərcəm dağların təri süzülür, daş da sinəsində çiçək bitirir, çaylar da elə bir çalır cəngini, təbiət baharı gəlin gətirir, ildırım boşaldır öz tüfəngini. Vəsf olunub, doyunca vəsf olunub, yenə də hamımız elə bir ağızdan xalqımıza əminamanlıq, xoş günlər, firavan həyat, bərəkət arzuluyaq. Sağ olun. İndi isə Novruzun əsas atributları olan Kosa və Keçəl dəvət edilir. Ay baharə, güllər, güllər, nübarə, ay nübarə, güllər, güllər, nübarə, ay nübarə, bağçamızda gül olsun, bülbül olsun, mən gəlmişəm kef görüm, zurna görüm, dəf görüm. Kosa gəlsənə, gəlib salam versənə, çömçəni doldursana, kosanı yola salsana. Uyruğu, saqqalı it quyruğu, kosan bir oyun eylə, quzunu qoyun eylə, yığar bayram konsası, keçəli toyun eylə. Bu kösəm hardan gəlib, yuxarı dağdan gəlib, bal verin ballanmağa, yağ verin yağlanmağa, kosam gülmək istəyir, qoymayın ağlamağa. Mənim kosam oynayır, gör necə dingildəyir, ona qulaq asanın, qulağı cingildəyir. Mənim kosam canlıdır, qolları mərcanlıdır, kosama əl vurmayın, kosam için canlıdır. Azani ay azani, doldur gətir qazani, payını artıq verib, yola salın kosani. Kos kosa, saqqalı yoldurma gəl, xurcumu doldurma gəl, xonça qabatı bizdə. Köhnə batal başında, qələm oynar başında, 155 yaşında, gör nə cavandır kosa. Kosa hardan gəlirsən? Dərbətdən. Nə gətirmisən? Alma. Almanı neylədin? Satdım. Pulunu neylədin? Öküz aldım. Öküzü neylədin? Soruşmayacan olmayacaq. Yel vurdu, saqqalını apardı. Kosa, sənə nə oldu? Bu dərd səni yandırar, ay yandırar. Bu dərd səni öldürər, ay öldürər. Düşmənlərin üstünə güldürər, ha güldürər. Başın sağ olsun kosa, başın sağ olsun kosa. Arşın uzun bel qısa, kəfənsiz ölməz kosa. Qurban olum yaşıl çuxalı. Qonaq gəlirəm elə çillə çuxalı. Badam, novum, navat verin gəlsin, yeyib dizlərimə qoyçar gəlsin. Kosa gəlmisən meydanasan, almayınca payını, çəkilmə bir yarəsən.
Çox təşəkkür edirik. Bütün qonaqlara mən təşəkkür edirəm. Bu tədbirdə əziyyəti olan hər kəsə təşəkkür edirəm. Bu günlərim bizim burada musiqisi qonaqlarımız var. Hər birini bir daha mən salamlayıram. Baş Zəzid Kənd Sənətkarlıq Evinin kollektivi bugün bizlə birgədir. Mən sizə təşəkkür edirəm. Azad müəllim, var olasınız. Ömər müəllim, Allah sizləri var eləsin. Valla siz ki bizim xahişimizi qəbul edib gəlmişsiniz. Allah sizə can sağlığı versin. İbrahim müəllim, var olasınız. Və mənim neçə illik sənət dostum, qardaşım, Elnur qardaşım, təşəkkür edirəm. Var olasan. Gəlin bir sənətkarlarımızı alqışlayaq. Bugün bizim əziyyətimiz çəkiblər. Var olasınız. Məktəblərə təşəkkür edirəm. 2 nömrəli, 1 nömrəli məktəbin kollektivinə təşəkkür edirəm. Var olasınız. Bu tonqal ətrafında yanlı gedəsiyik. Mən bir daha əziyyət çəkən, tədbirə əziyyət çəkənlərin hər birinə təşəkkür edirəm. Həyəcanlı ola bilərəm, kiminsə adını qeyd etməyə bilərəm. Buna görə hər birinizdən üzr istəyirəm. Bir daha bayramınız mübarək olsun. Novruzun, baharın bir rəmzi də bəli, tonqaldır və maşallah tonqalımız da hörmət deyirəm. Şəhidlərimizin məkanı cənnət olsun, ruhları şad olsun. Qazilərimizə Allah şəfa versin, Allah ordumuzu qorusun. Yanlı gəlir hər birimiz tonqal ətrafına. Buyurun.